Azərbaycanın İslandiya ilə oyunu öncəsi vəziyyətə qısa bir baxırsalaq. Gəlin açığını deyək, kağız üzərində vəziyyətimiz, yəni o qədər də ürəkaçan deyil. Bu axşam DC 2026-nın seçmə mərhələsində İslandiya ilə qarşılaşırıq. Və yəqin yadınızda da cəmi 2 ay əvvəl onlara 5-0 uduzmuşuq. Acı bir məğlubiyyət idi. Üstəlik Mahir Emrəli, Elvin Cəfərquliyev, yəni əsas oyuncularımızdan bəziləri də bu oyunda yoxdur. Amma bilirsiniz, bütün bunlara baxmayaraq nikbin olmaq üçün məncə 3 dənə ciddi səbəbimiz var. Birincisi psixologiya məsələsi. Baxın, bizim itirəcək demək olar ki, heç nəyimiz yoxdur. Bu da komandaya bir növ azadlıq verir. Amma İslandiya, onlar qələbəyə məcburdur. Və bu təzyiq, inanın, onların ən böyük düşməninə çevrilə bilər. İkincisi, və bu çox vacibdir, məşqçi amili, Ayxan Abbasov. Onun gəlişi ilə komandaya sanki yeni bir ruh gəlib, yeni bir nəfəs gəlib. Oyunçular təkcə nəticə üçün yox, elə bil ki, həm də öz məşqçiləri üçün mübarizə aparırlar. Və nəhayət üçüncüsü, Bakı amili. Unutmayaq ki, bu seçmə mərhələdə evdə hələ uduzmamışıq. İndi sual budur, bu seriya İslandiyanı dayandırmağa bəs edəcək? Məncə, azarkeş dəstəyi ilə niyə də olmasın? Yəni, qısası, kağız üzərində favorit bəlkə də İslandiyadır. Amma psixologiya, yeni məşqçi və doğma meydan. Bu 3 amil oyunun taleyini tamamilə dəyişə bilər.